Meme ucları çaplayın. Nə etmək lazımdır? Əgər siz yeni ana olmusunuz və meme uclarınız çaplayıbsa, 100% düzgün əmizdirmirsiniz. Yəni uşaq meməni düzgün tutmur və fiziki olaraq meme ucuna dişləyir. Əslində isə uşaq meməni başqa cür əmməlidir. Meme ucu dilin kök hissəsinə gedir və sizə o qədər də ağrılı olmur. Vacibdir. Əmizdirmə texnikasını düzəldin, lanolin tərkibli vasitələrdən istifadə edin və döşləri növbə ilə dəyişin. Unutmayın ki, zədələnmiş döşlə də əmizdirmək olar və hətta lazımdır. Çünki südü ən yaxşı uşaq çəkir. Ona görə də uşağı döşə qoyursunuz, bu halda ağrı artıb küt və dözümlü olur. Ona qədər sayırsınız. Ağrı keçməlidir. Döşü düzgün qoymusunuz. Əgər yenə də ağrı varsa və siz giləni hiss edirsinizsə, onda döşü çıxarıb bir daha qoyun. Amma bu halda da sizə çox ağrılıdırsa, müvəqqəti olaraq döş üçün qoruyucu başlıqlardan istifadə edin. Əgər artıq uşağı düzgün qoymağa öyrəşmisiniz və rahat şəkildə döşlə əmizdirdinizsə, amma qəfil ağrı yarandısa, hətta çat da əmələ gəlibsə, bu döşdə süd göbələyi, kandidoz olduğuna işarədir. Təcili olaraq mütəxəssisə müraciət edin.